Bəzi insanların bir gününü necə 28 saat kimi yaşadıqlarını heç düşünmüsünüz? Sanki onların gizli bir zaman maşını var. Həm işdə parlayırlar, həm ailələrinə vaxt ayırırlar, həftə sonu dağlara dırmaşmağa da gedirlər. Sən isə sadəcə e-poçtları cavablandırıb günün necə bitdiyini anlamırsan. Məncə çoxumuz bu hissi tanıyırıq. Böyük hədəflər qoyuruq, ilin əvvəlində inanılmaz bir həvəslə başlayırıq, amma fevral gələndə bir də baxırıq ki, heç yerimizdən tərpənməmişik və o an özünü günahlandırma, tənbəllikdə ittiham etmə başlayır. Bu, o qədər universal bir problemdir ki, özünü bacarıqsız hiss etmək əslində problemin özü deyil, simptomudur. Problem sistemin olmamasındadır. Məhz buna görə də bugün bizə təqdim etdiyim mənbə Brian Tracy'nin məşhur O Qurbağanı Ye kitabının xülasəsi çox yerinə düşür. Bugünkü söhbətimizin məqsədi də məhz bu çarxın içindən çıxmaqdır. Gəlin birlikdə o sonsuz görüləcək işlər siyahısını ram etməyin, təxirə salma vərdişini məğlub etməyin və ən əsası günün sonunda özünü yorğun, amma məmnun hiss etməyin konkret yollarını araşdıraq. Əla səslənir, yaxşı, başlayaq. Hər tərəfdən işlər üstümüzə tökülür, hər şey təcili və vacib görünür. Bu xaosun içində ilk addımı necə ataq? Mənbə deyir ki, hər şeydən əvvəl aydınlıq. Bu, biraz abstrakt səslənir, yəni nə deməkdir bu? Gözəl sualdır. Çünki çoxları elə burada ilişib qalır. Aydınlıq sadəcə daha çox pul qazanmaq istəyirəm demək deyil. Mənbədəki bənzətmə çox xoşuma gəlir. Bu, dağa dırmaşmağa bənzəyir. Əvvəlcə hansı zirvəyə dırmaşmaq istədiyindən əmin olmalısan, yoxsa bütün enerjini sərf edib yanlış zirvəyə çata bilərsən. Mənbə deyir ki, milyonlarla insan məhz aydınlıq olmadığı üçün vaxtını və enerjisini əslində heç bir əhəmiyyəti olmayan işlərə sərf edir. Bu, zamanın ən pis istifadə formasıdır. Heç edilməsi lazım olmayan bir işi çox səmərəli şəkildə görmək. Deməli, aydınlıq əldə etdik. Beynimdə bir hədəf var, amma o hələ də bir fikirdir, bir xəyaldır. Onu real, əllə tutulan bir şey necə çevirmək olar? Mənbənin bu barədə dediyi ilk fiziki addım nədir? Yazmaq. Çox sadə səslənir, elə deyilmi? Amma mənbədəki bir statistika adamı şoka salır. Deyir ki, yetkin insanların cəmi 3% öz hədəflərini yazılı şəkildə qeyd edir və həmin o 3% digər 97%-dən 5-10 dəfə daha çox uğur qazanır. Bir dəqiqə 5-10 dəfə. Bu inanılmaz bir fərqdir. Sanki digər 97% xəritəsiz səyahətə çıxıb azmamağa ümid edir. Deməli, bir fikri kağıza köçürməyin özü artıq yarı yoldur. Tam olaraq. Çünki yazanda o artıq sənin beynində uçuşan bir arzu deyil. Qarşında dayanan konkret bir öhdəlikdir. Özünlə müqavilə bağlayırsan. Amma bu da yetərli deyil. Növbəti addım o hədəfə bir son tarix, bir deadline təyin etməkdir. Bir gün kitab yazacağam demək başqa şeydir. 2026-cı ilin 30 iyununda kitabımın ilkin variantını nəşriyyata təqdim edəcəyəm demək tamamilə başqa şey. İkinci halda beynin üçün bir hədəf və təzyiq yaradırsan. Aydındır, hədəf var, son tarix var. Sonra da yəqin ki, o hədəfə çatmaq üçün lazım olan hər kiçik addımın siyahısını çıxarmaq lazımdır. Kitab yazmaq üçün araşdırma aparmaq, fəsillərin planını qurmaq, hər gün 500 söz yazmaq, redaktor tapmaq. Bu siyahını hazırlayanda bütün proses sanki gözünün önündə canlanır. Amma məndə başqa bir problem yaranır. Siyahını hazırlayıram, bir də baxıram ki, 50 maddəlik bir siyahı var. Bu, məni daha da qorxudur. Dağ sadəcə daha aydın göründü, amma hələ də bir dağdır. Bax bu, söhbətimizin ən maraqlı yeridir. Çünki əksəriyyətimiz məhz bu mərhələdə ilişirik. Siyahı var, amma hansından başlamalı? Mənbənin təklif etdiyi ABCDY metodu məhz bu problemi həll etmək üçündür. Bu, sənin o 50 maddəlik siyahın üçün bir növ təcil yardım triyaj sistemidir. Triyaj sistemi, bu yaxşı bənzətmədir. Gəlin bu hərflərin sirrini açaq. A, yəqin ki, ən vacibləridir. Bəli, A səviyyəsi sənin qurbağalarındır. Bunlar mütləq edilməsi vacib olan, edilmədiyi təqdirdə çox ciddi mənfi nəticələr olan işlərdir. Məsələn, işini itilmək, vacib bir müştərini əldən vermək kimi. Və əgər bir neçə A tapşırığın varsa, onları da öz aralarında A1, A2, A3 deyə nömrələməlisən. A1 sənin o gün yeməli olduğun ən böyük, ən çirkin qurbağandır.
Aydındır. A1-i yemədən günə davam etmək olmaz. Bəs B nədir? Mənə elə gəlir ki, bizim günlərimiz daha çox B tipli işlərlə doludur. Dəqiq elədi. B səviyyəsi edilməli olan işlərdir. Nəticələri var, amma A qədər kritik deyil. Məsələn, vacib olmayan bir e-poçta cavab yazmaq və ya bir zəngə cavab vermək. Və mənbənin burada qızıl bir qaydası var. A işi bitməmiş heç vaxt B işinə başlama. Bizim beynimiz asan olanı sevir. Ona görə də o böyük, qorxunc A bir işindən yayınmaq üçün özümüzü 10 dənə asan B işi ilə məşğul edirik. Günün sonunda məşğul olmuş oluruq, amma məhsuldar olmuruq. Bu, təxirə salmanın ən hiləgər formasıdır. Bu mənə çox tanış gəlir. Bəs C, D və E hərfləri? C yəqin ki, kofi, yəni qəhvə içmək kimi bir şeydir. Təxminən. C edilməsi xoş olan, amma əslində heç bir nəticəsi olmayan işlərdir. Məsələn, iş yoldaşı ilə nahar etmək, sosial mediaya baxmaq. Bunlar vacib deyil. D isə delegate, yəni başqasına həvalə etməkdir. Mənim kimi nəzarət manyakları üçün ən çətin olanı budur. Amma qayda sadədir. Əgər kimsə bir işi, sənin keyfiyyətini 80% ilə görə bilirsə, o işi dərhal ona həvalə et və öz enerjini A işlərinə saxla. Və nəhayət E. Bu yəqin ki, eliminate, yəni ləğv etməkdir. Hansısa bir vərdişi, bəlkə də artıq əhəmiyyəti qalmayan bir toplantını həyatından tamamilə çıxarmaq. Bu siyahıya baxıb bəzi şeylərə qətiyyətlə xeyir demək bacarığı tələb edir. Tamamilə. Bu metodun gözəlliyi onun sadəliyindədir. Hər səhər siyahına baxıb, bu hərfləri yazanda gününün xəritəsi cızılır. Xaos yox olur, nə etməli olduğunu aydınlaşır. Yaxşı, bu sistem çox məntiqlidir, amma yenə də bir sualım var. Həyatda bəzən hər şey A səviyyəli kimi görünür. Müdür zəng edir, təcili deyir. Müştəri yazır, dərhal istəyir. Evdən zəng gəlir, vacibdir. Özümüzün əsl, böyük qurbağasını bu səs-küyün içində necə seçək? Bu stratejiyanın dərinləşdiyi yerdir. Mənbə burada bizə iki güclü filtr verir: uzun müddətli perspektiv və potensial nəticələr. Mənbədə Harvard Universitetində aparılan 50 illik bir araşdırmadan bəhs edilir ki, bu məni həqiqətən düşündürdü. Sual belə olub: İnsanların həyatda uğur qazanacağını, sosial və maliyyə vəziyyətini yaxşılaşdıracağını ən dəqiq proqnozlaşdıran tək amil nədir? Zəka, təhsil, şans. Mən yəqin ki, çalışqanlıq deyərdim. Həyatlarına və karyeralarına bugündən deyil, 5-10 il sonraki nöqtədən baxa bilən insanlar bugün nəyə vaxt ayırmalı olduqları barədə qat-qat daha yaxşı qərarlar verirlər. Onlar hər bir işdən əvvəl şuuraltı olaraq soruşurlar: bu, mənim 5 il sonraki hədəfimə xidmət edirmi? Vay, bu çox güclüdür. Deməli, müdirin təcili dediyi o iş, əslində sənin uzun müddətli karyera hədəfinə heç bir xidmət etmirsə, o əslində A deyil, bəlkə də B və ya həvalə edilməli olan bir D tapşırığıdır. Bu hər şeyi dəyişir. Bəs ikinci filtr, yəni potensial nəticələr? Bu da eynilə o qədər güclüdür. Özü də bu sualları ver. Bu işi mükəmməl şəkildə tamamlasam, həyatımda və ya karyeramda nə kimi müsbət dəyişiklik olar və bu işi heç görməsəm və ya təxirə salsam, ən pisinə baş verə bilər. Bu sualların cavabları adətən sənin əsl qurbağalarını üzə çıxarır. Çünki böyük nəticələri olan işlər adətən ən çətin və başlamağa tərəddüd etdiyimiz işlər olur. Planımız var, prioritetlərimiz bəllidir. İndi isə ən çətinsə, icra. O böyük, çirkin qurbağa ilə üz-üzə qalmışıq və beynimizdəki bütün səslər bunu sabaha saxla, hələ bir qəhvə iç, deyir. Mənbədə yaradıcı təxirə salma deyə bir ifadə var ki, bu mənə çox ziddiyyətli gəldi. Təxirə salma necə yaradıcı ola bilər? Bu mənim də kitabda ən sevdiyim konseptlərdən biridir. Fikir budur. Biz onsuz da hər şey edə bilməyəcəyik. Bu reallıqla barışmalıyıq. Uğurlu insanlar hər şey edənlər deyil. Nəyi etməyəcəklərini, daha doğrusu nəyi təxirə salacaqlarını şuurlu şəkildə seçənlərdir. Onlar aşağı dəyərli B, C, D tipli işləri qəsdən təxirə salırlar ki, bütün zehni və fiziki enerjilərini A1 qurbağasını yönəldə bilsinlər. Məsələn, müəllif deyir ki, mən səhər oyanan kimi e-poçtlarımı yoxlamıram. Çünki bu, başqalarının gündəminə reaksiya verməkdir. Mənim gündəmim isə o gün üçün yazdığım A1 tapşırığıdır. Deməli, kiçik balıqları qovmağa vəzinə, bütün diqqəti böyük balinanı tutmağa yönəltmək. Yaxşı, bəs o A1 tapşırığına başlayanda, məsələn, 3 saatlıq bir işə, diqqətimizi necə qoruyaq? Telefon bildirişləri, gələn mesajlar,
Mənbənin bu barədə konkret bir tövsiyəsi var. Bəli, və bu çox vacibdir. Mənbə deyir ki, gününüzü 60-90 dəqiqəlik böyük zaman bloklarına bölün və hər bloku tək bir işə həsr edin. Amma başlamazdan əvvəl hazırlıqlı olun. Bütün lazım olan sənədlər, məlumatlar, alətlər əlinizin altında olmalıdır. Çünki bir dəfə işdən yayınıb başqa bir şey axtarmağa və ya etməyə başlayanda Diqqəti yenidən toplamaq çətin olur. çətimdən də betər. Mənbədə bir araşdırmaya istinad edilir. Hər dəfə diqqətiniz tam yayınanda beyninizin yenidən eyni dərinlikdə fokuslanması üçün orta hesabla 17 dəqiqə vaxt lazım olur. 17 dəqiqə? Dəhşətdir. Hər dəfə telefona gələn mesaja baxanda 17 dəqiqəmi zibilə atıram demək. Gün ərzində bu, saatlarla vaxt itkisi deməkdir. Mənim günlərim bu 17 dəqiqəlik qara dəliklərlə doluymuş. Məhz elə. Ona görə də o 90 dəqiqəlik bloka başlayanda telefonu səssizə qoyun, bildirişləri bağlayın, qapını bağlayın və dünyaya deyin ki, mən indi qurbağa yeyirəm. Narahat etməyin. Bir də o böyük qurbağanı bütöv udmaq çətin olanda, onu kiçik hissələrə bölmək tövsiyə edilir. Bu, İsveçrə pendiri metodu adlanır, deşik-deşik irəliləmək. Bu, psixoloji olaraq işi daha az qorxuducu edir. Birinci addımı atanda, sanki bir momentum, bir hərəkət enerjisi yaranır və növbəti addımı atmaq daha asan olur. Tamamilə. Bu momentum prinsipi çox güclüdür. Amma bəzən bütün bunları etməyimizə baxmayaraq, yenə də bir işi davamlı olaraq təxirə salırıq. Sanki görünməz bir divar var. Mənbəyə görə bunun adətən iki əsas səbəb olur. Birincisi, çox praktik bir səbəbdir. O işi görmək üçün lazımi bacarıq və ya biliyiniz yoxdur. O qurbağanı yemək üçün əlinizdə düzgün çəngəl bıçaq yoxdur. Yəni, daxildən hiss edirsən ki, bunu necə edəcəyini bilmirsən və bu qorxu səni iflic edir. Belə vəziyyətdə nə etməli? İki yol var. Ya oturub o bacarığı öyrənməlisən, ya da bu işdə səndən daha yaxşı olan birindən kömək istəməlisən. İkinci və daha dərin səbəb isə mənbənin dar boğaz adlandırdığı şeydir. Bu, sizinlə hədəfiniz arasında duran əsas psixoloji və ya real maneədir. Bəlkə də uğursuz olmaqdan qorxursunuz. Ya da daha pisi, bəlkə də uğurlu olmaqdan qorxursunuz. Bəlkə başqalarının nə düşünəcəyi sizi narahat edir. Sizin vəzifəniz bu dar boğazı bir detektiv kimi tapmaqdır. Və onu tapdığınız an sizin yeni abir qurbağanız məhz o olur. Müzakirəmizin sonuna yaxınlaşırıq və burada texnologiya mövzusuna toxunmaq istərdim. Çünki müasir dövrdə diqqətimizin ən böyük düşməni məhz əlimizdəki o balaca ekrandır. Texnologiya həm köməkçimiz, həm də ağamız ola bilər. Çox doğru ifadə etdiniz. Mənbənin məsləhəti çox aydındır. Texnologiyanı ağanız deyil, xidmətçimiz edin. Problem texnologiyada deyil, onu necə istifadə etməyimizdədir. Səhər oyanan kimi telefona uzanıb sosial media və e-poçtları yoxlamaqla biz günə reaktiv bir şəkildə başlayırıq. Gündəmi biz deyil, başqaları müəyyən edir. Bunun əvəzinə günə öz prioritetlərinizi düşünərək, planlayaraq başlayın. Telefon sizin üçün bir alətdir, siz onun üçün yox. Mənbədəki bir tövsiyə çox xoşuma gəldi. Deyir ki, bəzən gəzintiyə çıxanda və ya sadəcə düşünmək istəyəndə yanınıza smartfon əvəzinə ancaq zəng etməyə imkan verən köhnə düyməli bir telefon götürün. Bu, beyninizə darıxmaq, yeni ideyalar yaratmaq üçün bir fürsət verir. Texnologiyadan şuurlu şəkildə fasilə vermək əslində uzun vədədə daha məhsuldar olmağa kömək edir. Bəli, texnologiyanın qulu deyil, sahibi olmaq. Bu, əslində bütün müzakirə etdiklərimizi bir araya gətirən əsas fikirdir. Şuurlu seçimlər etmək, vaxtımızı nəyə sərf etdiyimizi, enerjimizi hara yönəltdiyimizi şuurlu şəkildə seçmək. Beləliklə, gəlin bugünkü söhbətimizi yekunlaşdıraq. Əsas fikir çox aydındır. Hər səhər ən vacib, ən çətin, amma uzun vədədə sizə ən çox fayda verəcək işinizi, yəni qurbağanızı müəyyən edin və başqa heç nə etmədən ilk iş olaraq onu yeyin. Hədəfləri yazmaq, ABCDY metodu ilə prioritetləşdirmək, hər qərarı uzun müddətli perspektiv filtrindən keçirmək və böyük işləri kiçik addımlara bölmək bu prosesdə sizin ən yaxın dostlarınız olacaq. Və sizi üzərində düşünməyə vadar edəcək son bir fikir. Bugün müzakirə etdiklərimizi nəzərə alaraq, bir anlıq dayanın və düşünün. Sizin həyatınızda və ya işinizdə hədəflərinizə çatmağınıza mane olan və bəlkə də indiyə qədər fərqində olmadığınız o tək əsas darboğaz nədir?
Sizin əsl qurbağınız bəlkə də siyahınızdakı bir tapşırıq deyil, bəlkə də məhz həll etməyə cəsarət etmədiyiniz bu maneədir.